Son dövrlər sığorta məsələlərinin gündəmdə olduğu dövrdə insanlar sığorta şirkətləri ilə bağlı müxtəlif çətinliklərlə üzləşirlər. Avtoqəzalarla yanaşı güclü yağıntıların yaratdığı zərərləri də nəzərə alaraq vətəndaşların sığortaya olan tələbatı xeyli artıb. Bununla yanaşı şikayət edilən sığorta şirkətlərinin də sayı artmaqdadır. Xalq sığorta, mega sığorta, atəşkəs sığorta bu siyahıda yer alır. Bəs vətəndaşlar sığorta şirkəti seçərkən nələrə diqqət etməlidirlər və vətəndaş narazılıqlarının əsas səbəbləri nələrdir? Suallarımızı sığorta eksperti Ləman Babayeva cavablandırıb. Vətəndaşlar seçdikləri sığorta şirkətinə asılı olmayaraq ilk növbədə öz hüquq və vəzifələrini bilməlidirlər. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmlaklarını, istər daşınmaz əmlak, nəqliyyat və s. hamısının sığortalanmasını təmin etməlidirlər. Hadisə olduqdan sonra da müvafiq sənədlərin toplanması məsələsi diqqətdə olmalıdır. Operativ qaydada tələb olunan bütün sənədlər sığorta şirkətinə təqdim olunmalıdır ki, müvafiq olaraq şirkət də vaxtında ödəniş edə bilsin. Şirkət seçiminə qaldıqda Azərbaycanda hal-hazırda fəaliyyət göstərən bütün sığorta şirkətləri güvənlidir, hamısının dayanıqlı maddi bazası vardır. Təbii ki, xidmətlər biraz fərqli ola bilər. Bəzilərində daha çox müştəri yönümlülük hiss eləyirik, bəziləri daha çox kooperativ yönümlüdür. Sığorta şirkəti seçərkən adətən üstünlük verməliyik ki, şirkət daha operativ, hadisə zamanı əlçatan olsun. Belə şirkətləri seçmək uğurlu nəticə verir. Ən azından hadisə zamanı daha operativ əlaqə saxlaya bilirik. Hansı ki, müştəri lazım olanda istər qaynar xətt vasitəsilə, istər əməkdaşlara öz qaranlıq suallarına cavab ala bilir. Bundan əlavə olaraq müştəri xidmətlərində vətəndaşa olan münasibət çox vacibdir. Hadisəsi olan müştəri aqressiv olur. Əlbəttə ki, o hadisələrə biraz daha ciddi yanaşa bilər, biraz səs-küy sala bilər. Amma şirkət nümayəndəsi bunu anlayışla qarşılayıb düzgün izah verməlidir. Bu çox vacib amildir ki, şirkət müştəri arasında düzgün kommunikasiyanın qurulmasında önəm daşıyır. Bir də yaxşı olar ki, sığorta şirkəti seçərkən Mərkəzi Bank mütəmadi açıqladığı müştəri məmnuniyyəti reytinqi var. Həmən reytinqə nəzər salınsın. Eyni zamanda şirkətin bazardakı mövqeyinə fikir verilsin. Həmçinin yaxın ətrafımızla kiçik bir sorğu da edə bilərik. Hansı ki, hadisəsi olub adamların və o adamlarla maraqlana bilərik ki, tənzimləmə prosesi necə keçib, nə qədər müddət alıb, müştəri ilə necə əlaqə saxlayıblar, müştəri lazım olanda şirkətdən geri dönüş ala bilibmi, müştəri razı qalıbmı? Bütün bu saydıqlarımızın nəticəsi olaraq hər bir insan analiz eləyib daha doğru şirkət seçmə qərarı verə bilər.